Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Bu videoda sizlərlə sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün model imtahan 1-in suallarını təqdim edəcəm. Siz də mənimlə paralel şəkildə bu sualları işləyə biləcəksiniz. İlk növbədə zəhmət olmasa videomuzu bəyənirik, ətrafımızda olan digər insanlarla paylaşırıq və kanala abunə deyiliksə, abunə oluruq ki, növbəti videolar, növbəti sınaqlar kanala yüklənən zaman sizin də məlumatınız olsun. Zınqrov işarəsində aktivləşdirə bilərsiniz. Daha tez məlumat əldə etmək üçün zınqrov işarəsindən istifadə etmək məsləhətlidir. Dostlar, qısa olaraq bizim hazırlıq qrupları haqqında da məlumat verim. Ekranda bizim hazırlıq qrupları haqqında məlumatları görürsünüz. Bütün məlumatlar var. Qruplara qoşulmaq üçün ekranda aşağı sol tərəfdə WhatsApp nömrəmizi görürsünüz. 055 239 20 41 həmin nömrəyə yazaraq hazırlıq qrupları haqqında suallarınızı verə bilərsiniz və yaxud nümunə dərslərə baxıb qərarlarınızı verə bilərsiniz. Dərslərə qoşulub qoşulmama barədə. Dərslərimiz çox unikaldır və çox böyük üstünlüklərə sahibdir və qiymət baxımından da çox münasibdir. İndi mən sizə sualları təqdim edəcəm bir-bir. Siz videonu saxlayacaqsınız. Əvvəlcə sualın doğru cavabını özünüz tapmağa cəhd edirsiniz. Sonra mənim izahımdan doğru yoxsa yanlış yazdığınızı müəyyən edəcəksiniz. Birinci sualımız qalıqlı bölmə əməlində natamam qismət 14 və qalıq 13 olarsa ən kiçik bölünəni tapın deyir. Qalıqlı bölmə düsturunu hamınız bilirsiniz ibtidai sinif müəllimi olaraq. Bölünən, bölünsün, bölən bərabərdir natamam qismət. Burada isə qalığı yazırıq. Qalığı verib 13, natamam qisməti verib 14. Qalıqlı bölmədə bölən həmişə qalıqdan çox olur. Və bizə qeyd edir ki, ən kiçik bölünəni tap. Bölünən ən kiçik olması üçün böləni də mümkün qədər kiçik götürəcəm. Əgər qalıq 13-dürsə, biz bölənin yerinə ən az 14 yaza bilərik. Yəni bundan kiçik mümkün deyil. Bölünənə bir B hərfi desəm, bölünən nəyə bərabərdir? Qalıqlı bölmə düsturunda qeyd olunur ki, bölünəni tapmaq üçün böləni natamam qismətə vuracam, yəni 14-ü 14-ə vuracam. Sonra üzərinə də qalığı gələcəm. 14-ü 14-ə vuranda 196 edər. Üzərinə də 13 gəlsəm, B-nin qiyməti bərabərdir 209 olacaq. Doğru cavabımız ilk sualda D variantına uyğun gələcək. D yazan hər bir müəllim doğru yazıb. İkinci sual. Aşağıdakı variantlardan hansı daha kiçikdir? Onluq kəsirlər artıq sertifikasiya proqramında da istifadə olunur. MIQ-lə paralel şəkildə onluq kəsirlərin toplanılması, çıxılması və müqayisəsi. Bunları gözəl bilmək lazımdır. Toplama prosesində kalkulyatordan istifadə edə bilərsiniz və yaxud alt-alta toplamanı yəqin ki, hər biriniz rahat şəkildə edə bilirsiniz. 1 tam %65 üstə gələk 1 tam %5 bərabərdir 2 tam onda 7. Mən birbaşa cavabları qarşısından yazacağam. Növbəti B variantında 4 tam %8 çıxılsın 1 tam %98. Deməli, 4 tam %8-dən 1 tam %98-i çıxsam 2 tam onda 1 qalacaq. C variantına baxırıq. 2 tam onda 3 üstə gəl 0 tam %32 bu edəcək 2 tam %62. D variantına keçid edirik. 0 tam %93 üstə gəl 1 tam %87. Bu edəcək 2 tam onda 8. Və nəhayət E variantına baxırıq. 3 tam onda 4 çıxılsın 1 tam %39. Bu da bərabərdir 2 tam %1. Dəyərli müəllimlər, diqqət yetirsəniz, bütün variantda olan ədədlərin tam hissələri 2-dir. Əgər onluq kəsirlərdə tam hissələr eynidirsə, onda birlər mərtəbəsinə baxılır. Onda birlər mərtəbəsi vergüldən sonraki ilk rəqəm nəzərdə tutulur. Burada 7-dir, burada 1-dir, burada 6-dır, burada 8-dir, burada 0-dır. Əlbəttə ki, E variantında daha kiçik olacaq. Çünki o 2 tam %1-dir. Yəni vergüldən sonra 0 yerləşib. Üçüncü sual fəza fiqurları ilə bağlıdır. Şəkildəki kubun həcmi 64 kub santimetrdir. Kuboidin hündürlüyü kubun tilindən 3 dəfə, uzunluğu 2 dəfə uzun olarsa kuboidin həcmini tapın. Deməli müəllimlər, ilk növbədə kubun həcmi düsturunu xatırlayaq. Kubun həcmi V bərabərdir A kubu düsturu ilə hesablanır. Yəni A kub burada bərabərdə 64 olacaq. Kub nədir? Ədədi 3 dəfə öz-özünə vurmaqdır. Hansı ədəddir ki, onu 3 dəfə öz-özünə vuranda 64-dür? Əlbəttə ki, 4 ədədi. Bunu bilmək lazımdır. Yəni, buradan bəlli olur ki, kub burada balaca olandır. Kubumuzun tili 4-ə bərabər. Til nədir? Til yəni tərəf. Bax, bu hissə. Kubda bütün tərəflər bərabərdir. Yəni, bura 4-dür,
Burada 4'tür, burada 4'tür. En uzunluq, hündürlük hamısı 4-ə bərabərdir. Bunu qeyd edək bura. 4 yazdım, yetərlidir. Sonra digər məlumat nədir? Kuboidin hündürlüyü kubun tilindən 3 dəfə uzundur. Diqqət yetirək. Bunda 4-dürsə hündürlük, kuboiddə olacaq 4-ün 3 misli. 4-ü 3-ə vuranda olacaq 12. Bura oldu 12. Daha sonra uzunluğu 2 dəfə uzun olarsa, yəni uzunluq nədir? Bura 4-dürsə, bu da 2 qatı olacaq, olacaq 8. Daha sonra bu hissə neçə olacaq? Bu hissə eynidir, yəni 4 olaraq qalacaq. Kuboidin həcmini tapmaq üçün V bərabərdir. Bütün ölçüləri bir-birinə vurmaq lazımdır. 8 vurulsun 4 vurulsun 12 olacaq. 8-i 4-ə vuranda 32 edəcək. 32-ni də vur 12 edəcək 384. Yəni kubumuzun həcmi V bərabərdir 384 olacaq. Doğru cavabımız C variantına uyğun gələcək. Dördüncü sual. 57324 ədədini hansı mərtəbəyə qədər yuvarlaqlaşdırsaq ədəd artar? Onluqlar mərtəbəsinə qədər yuvarlaqlaşdırsan 4 2-ni artıra bilməz. Bilirsiniz ki, 0-dan 4-ə qədər olan rəqəmlər artım vermir, amma 5-9 arası artım verir. Amma sual çaşdırıcı ola bilər sizin üçün. Eyni qayda üzrə yüzlüklərdə də artım olmayacaq. Minliklərdə 7-ni görən kimi minliklər və 10 minliklər deyərək A variantını yazan müəllimlərimiz də ola bilər. Amma cavab A deyil. Niyə? Çünki siz bunu minliklər mərtəbəsinə qədər yuvarlaqlaşdırsanız 3 7-ni artırmayacaq. Yəni sualımızın cavabı minlikləri artıq çıxmaqla alınacaq. Minliklər bura daxil deyil. Deməli, nə qalır? 10 minliklər. Çünki bunu siz minliklərə qədər yuvarlaqlaşdırsanız 57 min olacaq. Amma 10 minliyə qədər yuvarlaqlaşdıranda 7 5-ə təsir göstərir. 5-i 6-ya çevirəcək, yəni 60 min olacaq. Deməli, doğru cavabımız E variantı olacaq. Yalnız 10 minliklər mərtəbəsinə qədər yuvarlaqlaşdıran zaman ədəd artacaq. Növbəti 5-ci sualımız. Mağazada olan 240 manatlıq kostyum 20% endirimdən satıldı. Kostyumun satış qiymətini tapın. 20% endirim var. Ədədin faizinin tapılma qaydası var. 240-ın 20%-ni tapmaq üçün 240-ı 20-yə vurub 100-ə bölmək lazımdır. Ədədin faizini və faizdən ədədin tapılma qaydasını bilməliyik. Buradan 1 0, buradan 1 0, buradan 1 0, buradan 1 0 silmək olar vurmadırsa. 24-ü 2-yə vururam olur 48. Amma cavab 48 deyil. Diqqətli oluruq. 48 nədir? 48 endirimdir. 240 manatlıq məhsula 48 manat endirim etmişəmsə, 240-dan 48-i çıxaram, qalacaq 192. Yəni satış qiyməti olacaq 192 manat. Doğru cavab C variantı. Sual 6. Azalan 18 vahid artırıb, çıxılanı 5 vahid azaltsaq fərq necə dəyişər? Bu tipli sualları daha praktiki formada yazmaq üçün siz ədədlər qoyaraq yoxlaya bilərsiniz. Dəyişənlər vasitəsilə də yazmaq mümkündür. Amma daha asan, hər tərəfdən, daha doğrusu hər kəs tərəfdən daha rahat anlaşılması üçün mən sizə ədədlər üsulunu göstərəcəm. Məsələn, belə bir nümunə yazıram. 50 çıxılsın 20 bərabərdir 30. Burada 50 azalandır, 20 çıxılandır, 30 da fərqdir. Bunu hamımız gözəl bilirik. Azalan 18 vahid artırıram. Yəni 50-ni 18 vahid artırsam, 50-nin üzərinə 18 gələcəm, olacaq 68. Çıxılsın. Çıxılanı 5 vahid azaldacam. Yəni 20-ni 5 vahid azaldacam, olacaq 15. Növbəti mərhələdə 68-dən 15-i çıxıram, qalır 53. Bir əvvəlki gedişdə bizim fərqimiz 30 idi. Hal-hazırda fərqimiz 53 oldu. Deməli, fərq artdı. Nə qədər artdı? 23 vahid, yəni 30-un üzərinə neçə gəlsəm 53 edər? 23. 23 vahid artar. Doğru cavabımız D variantına uyğun gələcək. Sual 7. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri məlum bucağının 40%-nə bərabər olarsa üçbucağın böyük iti bucağını tapın. Düzbucaqlı üçbucaqda məlum bucaq dedikdə 90 dərəcəli bucaq nəzərdə tutulur. Bunu yaddaşa ötürmək lazımdır birbaşa. Deməli, məsələn, bunu ABC üçbucağı kimi adlandırsam, burada A bucağı 90 dərəcə olsun. Buna deyirik məlum bucaq. İti bucaqlarından biri məlum bucağın 40%-nə bərabərdir. Yəni, məlum bucaq 90-dır. 90-ın 40%-ni tapmaq üçün 90-ı 40-a vurub 100-ə böləcəm.
Sıfırları belə silə bilərəm. 9 4-üm 36 edəcək. Yəni bu bucaq məsələn 36 dərəcədir. Eyni zamanda mən bilirəm ki, üçbucağın bucaqlarının cəmi 180 dərəcədir və yaxud düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90 dərəcədir. Hansı ki, biri 90-dır, digərləri bu ikisinin cəmi də 90 olmalıdır ki, üçü birlikdə 180 olsun. Deməli, birbaşa asan olsun deyə elə 90-dan çıxıram 36-nı, qalacaq 54. Burada yazdım 54. Və sualın yekun hissəsinə baxıram. Üçbucağın böyük iti bucağını tapın. İti bucaqlar 54 və 36-dır. Böyük olan 54-dür. Deməli, sualın doğru cavabı 54 dərəcə, yəni B variantı olacaq. Sual 8. 34582 ədədinin minliklər sinifindəki rəqəmlərin mərtəbə vahidlərini cəmləyin. Siniflər nədir dostlar? 3-3 ayırırsınız bu şəkildə. 582 olan təkliklər sinifidir. 34 olan minliklər sinifidir. Minliklər sinifinin mərtəbə vahidlərini cəmlə deyir. Minliklər sinifində ilk mərtəbəmiz minliklər mərtəbəsidir. Onun mərtəbə vahidi min olacaq, rəqəmdən asılı olmayaraq. Növbəti 10 minliklər mərtəbəsində 3-dür. Yəni orada rəqəmin nə olmağı önəmli deyil. Sadəcə standart olaraq bilməliyik ki, 10 minliklər mərtəbəsinin mərtəbə vahidi 10.000 olacaq. 10 mindən 1000-i cəmləsəm olacaq 11.000. Doğru cavab C variantına uyğun gələcək. Sual 9. 4 ədədin ədədi ortası 84 edir. Bu sıraya bir ədəd əlavə etdikdən sonra ədədi orta 80 oldu. Əlavə edilən ədəd neçə idi? 4 ədədin ədədi ortası 84-dürsə, ədədi orta nədir? Ədədləri topla, böl sayına. Yəni mən bu ədədləri toplayıb 4-ə böləndə 84 almışamsa, deməli onların cəmi 84 vurulsun 4 olacaq. 84-ü 4-ə vursam, edər 336. İndi bir dənə ədəd əlavə edirəm. Bundan sonra ədəd orta olur 80. 4 dənə ədədə bir dənə ədəd əlavə edəndən sonra bu olur 5 ədəd. Və ədəd orta 80-dirsə, 80-i həmin 5-ə vuracam. Bu ədədlərin cəmini tapacam. 80-i 5-ə vuranda olur 400. Bayaq 4 ədədin cəmi 336 idi. İndi 5 ədəd olanda cəm oldu 400. Deməli 400-dən həmin 336-nı çıxaram. Qalar 64. Yəni əlavə edilən ədəd 64 olub. Doğru cavab E variantı olur. Sual 10. Katerin çayın axını ilə sürəti 38 km bölünsün saat, axına qarşı sürəti isə 24 km bölünsün saatdır. Katerin göldəki sürətini tapın. Katerin göldəki sürəti deyəndə dəyərli müəllimlər, katerin öz sürəti nəzərdə tutulur. Axın ilə gedən zaman belə yazırıq. Kater üstə gələk çay bərabərdir 38-ə. Axına qarşı gedən zaman kater çıxılsın çay bərabərdir 24 yazırıq. İki ədədin cəmi və fərqi verilən zaman yəqin ki, hamınız bu qaydanı bilirsiniz. Topla 2-yə böl, çıx 2-yə böl qaydasından istifadə etmək daha məqsədə uyğundur. İndi biz burada böyük ədədi, başqa sözlə katerin sürətini tapırıq. Bunu tapmaq üçün 38-in üzərinə 24 gələcəm, 62 edəcək, yarısı 31. Yəni katerin öz sürəti və yaxud göldəki sürəti 31 km bölünsün saatdır. Eyni qayda üzrə mən çayın da sürətini tapa bilərəm. 38-dən 24 çıxarım 14, yarıya bölsəm olacaq 7. Yəni çayın da sürəti 7-yə bərabər olar. Amma bizə kater lazımdır, yəni D variantı doğru cavabdır. Sual 11. Hovuz məsələsidir. A nasosu hovuza 4 dəqiqədə 480 litr su vurur. B nasosu isə 3 dəqiqədə 270 litr suyu hovuzdan kənara tökür. Hər iki nasos eyni zamanda işə düşsə 4 saat sonra hovuzda neçə litr su olar? 4 dəqiqədə 480 litrdirsə, deməli A nasosu bərabərdir. 480-i əvvəlcə bölərəm 4-ə. Düşəcək 120 litr. Yəni A nasosu hər dəqiqədə 120 litr suyu hovuzun daxilinə tökür. İndi B nasosuna diqqət edirək. B nasosunda vəziyyət necədir? 270 litri 3 dəqiqə ərzində kənara axıdırsa 273-ə bölərəm, düşəcək 90. İndi 120 litr gəlir, 90-ı kənara axır. 120-dən 90-ı çıxırsınız, edəcək 30. Bu 1 dəqiqəlik hovuzda qalan sudur. Hər dəqiqədə 30 litr su qalır. İndi deyir ki, hər iki nasos eyni zamanda işə düşsə, 4 saat sonra hovuzda neçə litr su olar? 4 saatımız neçə dəqiqədir müəllimlər? 4-ü vurmaq lazımdır. 60 edəcək 240.
Yəni 30-un özünü də hər dəqiqədə axı 30 litr tökülür. Bəs 240 dəqiqəyə nə qədər olur? 30 vurulsun 240. Yəni bax bunu hesablamaq lazımdır. Bunu da asan üsul nədir? 3-ü 24-ə vururam. 72 gedir və sıfırları arxasına yazacağam. 72-nin arxasına 2 sıfır olacaq 7200 litr. Doğru cavab B variantına uyğun gəlir. Sual 12. Yolun 7-də 2 hissəsi asfaltlanıb. Əgər daha 54 kilometr yol asfaltlanarsa, yolun yarısı asfaltlanar. Bütün yolun uzunluğunu tapın. Dəyərli müəllimlər, daha praktik olsun deyə mən bunu sizə şəkil vasitəsilə izah edəcəm. Yolu 7 yerə bölürəm. 1, 2, 3, 4, 5, 6 və 7. Yolun 7-də 2 hissəsi asfaltlanıb. 7-də 2 hissə bax buradır. Bura asfaltlanıb. Bura bir plus qoyuram. 7 hissəli yolun tən ortası haradır? Əlbəttə ki, 3 yarımdır da. Yəni məsələn 7 manatın yarısı nədir? 3 manat 50 qəpik. Burada da 3,50 bax 3 dənə bura qədər gəlir. Yarısı bura olacaq. Yəni tən ortadan bir xətt çəksən, bura yolun tən ortasıdır artıq. Və bura 54 kilometr edəcək dostlar. Yəni asan deyil səviyyə olaraq. Deməli, yolun bir hissə və yarımı 54-ə bərabərdir. Belə fikirləşə bilərik. Təkrar edirəm, bir hissə və yarısı. Bunu belə fikirləşək ki, yolun yarısına bir kvadrat desəm, bütöv hissəsi olacaq 2 kvadrat. Onda 54-ü mən 3 yerə bölərəm. 54 bölünsün, düşəcək 18. Yəni burası 18-dir. 18-i 2-yə vurdum, 36. Burada 36-dır. Yəni bütöv bir hissənin uzunluğu 36-ya bərabərdir. Neçə dənə belə 36 olacaq? Yəni burada 18-dir. İkisi birlikdə 36 edəcək. 7 dənə hissə var. 36-nı 7-yə vuracam. Olacaq 252 kilometr. Doğru cavab C variantı. Ən pis halda variantlarla da işləyə bilərsiniz. Amma mən təklif edirəm ki, praktiki formada izahları biləsiniz. Şəkillə deyil, tənliklə də yaza bilər. Kim bacarırsa, tənlik üsulda belə olacaq ki, 7-də 2x üstə gələk 54 bərabərdir x bölü 2. Yəni yolun uzunluğuna x desəm, yolun yarısı x bölü 2 olur. Bu tənliyi həll edib buradan x-də tapa bilərsiniz. Məxrəcləri müxtəlif olan kəsrlərin toplanılması, çıxılmasını kim bacarırsa edə bilər bu formada. Amma kim tənlikdən qaçırsa şəkillə və yaxud variantla da işləyə bilər. 13-cü suala başlamadan öncə zəhmət olmasa videomuzu bəyənin, paylaşın əgər bu vaxta qədər baxıb hələ də bəyənməmisiniz, paylaşmamısınızsa, əlavə olaraq sağda bir kitab görürsünüz ibtidai sinif müəllimləri üçün. MİQ və sertifikasiya imtahanına hazırlaşanlar, həmçinin liseyə hazırlaşan şagirdlər də istifadə edə bilərlər. 3000-dən çox test əhatə edir ibtidai sinif səviyyəsində. Ağır suallar da var, orada qeyd edim. Yəni kimsə yüksək nəticə əldə etmək istəyirsə imtahanda həmin kitabdan istifadə edə bilər. Bu günə kimi qəbul imtahanlarında istifadə olunan bütün növ çətin məsələlər hamısı müvafiq mövzuların başlığı altında kitabda cəmləşib. 13-cü sualımıza qaydaq. Yaş məsələsidir. 7 il öncə qardaş bacıdan 4 yaş böyük idi. Hazırda onların yaşları cəmi 36 olarsa, qardaşın 2 il sonraki yaşının rəqəmləri cəmini tapın. İllər keçsə də insanlar arasında yaş fərqi dəyişməz. Yəni 7 il öncə qardaş bacıdan 4 yaş böyük idi. Bu gün də qardaş bacıdan 4 yaş böyükdür. Qardaşın yaşına bir Q hərfi, bacının yaşına bir B hərfi desəm, qardaş çıxılsın bacı bərabərdir 4 yaza bilərəm. Bu gün də eynidir. Hal-hazırda bunların yaşları cəmi qardaş üstə gələk bacı bərabərdir 36-ya. Dostlar, kater məsələsinə bənzəyirmi bir qədər əvvəl yazdığım? 2 ədədin cəmi və fərqi veriləndə ədədlər necə tapılır? Topla 2-yə böl, çıx 2-yə böl. Həmin qayda tətbiq olunacaq burada. Qardaşın yaşını tapmaq üçün 36-nın üstə 4 gələrəm, 40, yarısı 20. Bacının yaşını tapmaq istəsəm, 36-dan 4 çıxaram, 32, yarısı 16. Bu formada. İndi diqqət yetiririk. Qardaşın 2 il sonraki yaşını, qardaşın hazırda 20 yaşı varsa, 2 il sonra yaşı 22 olacaq. Biz 22-nin rəqəmləri cəmini tapmalıyıq. 2-nin üstə 2 gələndə olur 4. Yəni doğru cavab C variantı olur. Burada tələsib 20, yəni başqa sözlə rəqəmlər cəmi 2 götürüb E yazmaq olmaz. Diqqət yetirək ki, 2 il sonraki yaşını soruşur. Sual 14. Düzbucaqlının eni uzunluğunun 6 dəfə qısadır. Onun perimetri 56 olarsa sahəsini tapın. Deməli müəllimlər, belə bir düzbucaqlımız var. Düzbucaqlının eninə x desəm, uzunluq bunun 6 dəfə çox, 6x-dir. Perimetr necə tapılır? Perimetr tapmaq üçün 2 vurulsun. En üstə gələk uzunluq bərabərdir 56. Bu tənliyi əldə etməliyik. X-in üzərinə 6x gəldikdə 7x edər. 7x-i 2-yə vursanız 14x edər. İstəsəniz 56-nı 2-yə də bölə bilərdiniz. Fərqi yoxdur. Buradan da x bərabərdir 56-nı 4-ə bölsəm düşəcək 14-ə bölsəm düşəcək 4. X-in qiyməti 4-dürsə,
Tapdıqlarımı aparıb yerinə yazmağım lazımdır. Yəni eni 4-dür. Uzunluq 6x demişdim. Yəni 24-dür. Eyni şəkil təkrar çəkmişəm. Sahə nəyə bərabərdir? En vurulsun uzunluq. Yəni 4 vurulsun 24. 4-ü 24-ə vursaq 96 edəcək. Doğru cavab D variantına uyğun gəlir. Sual 15. 40 ədədinin neçə natural böləni var? Bu da 4-cü sinif dərsliyində var və MIG sertifikasiya proqramlarına da ümumiyyətlə daxil edilib. Hər bir müəllim bunu bilməlidir. Qeyd edim ki, burada sizə çox böyük ədədlər düşməyəcək. Yəni siz abituriyent səviyyəsində ədədin bölənləri, tapılma düsturlarını bilməyə məcbur deyilsiniz. Sadəcə olaraq ibtidai sinif səviyyəsində kiçik bir ədədlər veriləcək, onların bölənlərini tapmalısınız. 40-ın neçə natural böləni var? Biri 40-a vuranda 40 edər. Yəni biri 1-dir, biri 40-dır. 2-ni 20-yə vuranda 40 edər. Sonra 3 yox, 4-ü 10-a vuranda 40 edər. 5-i 8-ə vuranda 40 edər. Başqa varmı? Yox. Deməli, 4 dənəsi bu tərəfdə oldu, 4 dənə də bölən burada oldu. Toplam 8 dənə böləni var. Yəni vurma cədvəlini biliriksə, bu bölmənin suallarını rahatlıqla cevablaya bilərik. Sual 16. Zaman məsələsidir. Hazırda saat 15:40-dır. 20 saat 40 dəqiqə sonra saat neçə olacaq? Gələcəyə doğru gediriksə müəllimlər üzərinə gəlmək lazımdır. Yəni 15:40 üzərinə gəlirəm 20 saat 40 dəqiqə. 40-ın üstə 40 gələndə olacaq 80. Bura oldu 5, burada oldu 35. 35, 80 deyə bir saatımız yoxdur. 80 dəqiqədən 60-ını götürürəm, olur saat, yəni 36 saat. 20 dəqiqədə yerində qalır. Əlbəttə ki, saatımız da 36-20 ola bilməz. Əgər saat 24 saatı keçirsə, dərhal 24 ondan çıxmaq lazımdır. 36-dan 24 çıxanda 12 qalacaq. Dəqiqəmiz də yerində olduğu kimi qalır. Yəni doğru cavab A variantı 12-20 olacaq. Sual 17. 5 ardıcıl natural ədədin cəmi 240 edir. Böyük ədədi tapın. Bunu tənlik vasitəsilə yazmaq olar. Amma vaxt itirməmək üçün bizim gözəl və asan olan bir praktiki üsulumuz var ardıcıl ədədlərlə bağlı. Cəmi bölürəm saya. Yəni 240-ı bölürəm 5-ə düşür 48. Aldığım 48 tən ortadakı ədəd olur. Ardıcıl ədədlər 1-1 artır və yaxud azalır. 48-dən əvvəl 47 var. Bir əvvəlki 46-dır. 48-dən sonra 49 var və ən nəhayət 50 var. Deməli 5 ardıcıl natural ədəd 46, 47, 48, 49, 50-ni toplasam 240 edir. Böyük ədəd lazımdır. Doğru cavab 50 B variantı. Yenə qeyd edirəm. Tənlik qursanız x, x plus 1, x plus 2, x plus 3, x plus 4 yazıb cəmləyib 240-a bərabər edib oradan tapa bilərsiniz. Amma belə yazmaq uyğundursa bundan istifadə etmək bu situasiyada daha əlverişlidir. Sual 18. İbtidai sinifdə olmazsa olmaz mövzulardan biri tənlik mövzusu. Tənliyi həll etməliyik və x-in 2 mislini müəyyən etməliyik. Diqqətli oluruq. Sol tərəfə baxsam, vurub açaram, 3-ü vuracam x-ə. Vurmanın paylama xassəsidir. Hər birinə vurulmalıdır. 3-ü x-ə vuranda 3x, üstə gəl 3-ü 14-ə vuranda 14-ü vuraq 3 edir 42. Çıxılsın 15 bərabərdir. 180 də burada 3-ə bölürəm, düşəcək 60. Bir sonraki mərhələ 3x üstə gələk. 42-dən çıxmaq lazımdır. 15 edəcək 27 bərabərdir 60. Buradan 3x bərabərdir. 60-dan 27 çıxanda 33 qalar. X də bərabərdir 11. Yəni x-in qiymətini tapan kimi dərhal 11 yazmaq olmaz. Diqqət yetirirəm yenə. X-in 2 mislini soruşur. Tələsmirik. 11-in 2 misli nə deməlidir? 11-in 2 misli 22-dir. Doğru cavabımız D variantına uyğun gələcək. Sual 19. Sürət məsələsi qarşı-qarşıya hərəkətdir. Aralarındakı məsafə 168 km olan iki məntəqədən eyni zamanda iki atlı qarşı-qarşıya yola düşdü. Atlılardan birinin sürəti digərinin sürətindən 4 km bölünsün saat çox idi. Hərəkətə başladıqdan 2 saat sonra onlar arasındakı məsafə 40 km oldu. Sürəti çox olan atın sürətini tapın. İlk növbədə şəkil formatında, vizual şəkildə izah edim. Biri buradan gəlir, digəri buradan gəlir. Məsələn, A məntəqəsi, B məntəqəsi deyək. Bunlar bəlli bir məsafə gəldikdən sonra aralarında qalan məsafə 40 km olur. Ümumi məsafə zaten əvvəldən verilib 168 km-dir. Belə qeyd etdik. Sonra sürətlər də bəllidir. Birinə x desəm, digər olacaq x plus 4. Yəni bəlli nəyə nəzərdə tuturam? Biri o birinə nə qədər çoxdur. Bu sürətlərdir, diqqət yetirir. Yəni məsafə falan deyil.
2 saat ərzində nə qədər yol gələ bilər bunlar? Bu 2 vurulsun x plus 4, bu da 2x qədər yol gələcək. Sürətləri belədirsə. Onda belə yazacağam ki, 2x üstə gələk. Bunu da vurub atsam 2x plus 8. Üstə gələk aradakı o 40 kilometr bərabərdir 168. Təbii ki, daha qısa yaza bilərik müəllimlər. Hansı ki, əminəm ki, bir çoxunuz çox qısa yolla yazdınız. Onu da göstərəcəm. Amma detalını göstərəm əvvəlcə. 2x-dən 2x edir 4x. 8-in üstə 40 gələndə 48, 168-dən çıxıram. 48 edir 120. X də bərabərdir 120-ni 4-ə bölün düşəcək 30. X-in qiyməti 30-dur. X nədir? Sürəti zəif olan. Bizə sürəti çox olan lazımdır. X plus 4, yəni 34 olacaq. Doğru cavab D variantı. Bəli, indi gələk daha asan, daha praktik üsul. Əslində daha praktik, daha asan üsul dediyim üsul buradan qaynaqlanan üsuldur. Arada məsafə nə qədər qalıb? Arada məsafə qalıb 40. Dərhal nə edirəm? 168-dən çıxıram 40 edir 128. Deməli 2 saat ərzində bunlar nə qədər yol gəlib? 128. 128 də bölürəm 2-yə düşür 64. Yəni bunların sürətləri cəmi biri x-dir, biri x plus 4-dür. Bərabərdir 64-ə. Təkrar edirəm, birinin sürəti x-dir, biri x plus 4-dür. Bunu həll etsək 2x bərabərdir 60, yəni 4 o biri tərəfə keçdi, x bərabərdir 30. Deməli sürəti çox olan nədir? 30 plus 4, 34 olacaq. Sual 20 ölçmələrlə bağlıdır. 4,8 desimetr, üstə gələk 0,5 metr, üstə gələk 40 sm cəmini tapın. Hər desimetrimiz 10 sm-dir. 4,8 desimetr nədir? Yəni 4 desimetr bütöv və 1 desimetrin 10,8 hissəsi. Bu edir 48 sm. Ümumiyyətlə desimetri santimetrə çevirmək üçün mən də bunun hamısını santimetrlə yazacağam. 10-a vurmaq lazımdır. 4,8-i 10-a vursanız 48 edir. Kalkulyatordan istifadə edə bilərsiniz çətinlik çəkirsinizsə. 0,5 metr. Yəni metrin yarı hissəsi. Bu edəcək 50 sm. Üstə gələk 40 sm-də yerində olduğu kimi qalsın. Bunu dəyişmirəm. Bu bərabərdir. Deməli 48 üstə gəl 50 edər 98, üstə də bir 40 gəlsəm edər 138 santimetr. Diqqət yetirirəm, A variantı uyğun cavabdır. Sual 21. Çevrənin radiusu ilə diametrinin cəmi 24 santimetr olarsa, bu çevrənin xaricinə çəkilmiş kvadratın perimetrini tapın. Hamınız yəqin ki 8R düsturunu bilirsiniz, amma yenə detallarına gedək. Çevrənin radiusu üstə gələ diametr. Diametr radiusun 2 mislidir. Yəni r üstə gələk d bərabərdir 24 yazan zaman r üstə gələk diametrin əvəzinə 2r yazıram. Bərabərdir 24. Buradan 3 radius bərabərdir 24. Radius da bərabərdir 24-ü 3-ə bölürəm, düşür 8. Yəni çevrəmizin radiusu 8-ə bərabərdir. Birbaşa 8-i 8-ə vurub nə edə bilərəm? 64 sm yaza bilərəm. Hamınız yəqin ki bunun izahını bilirsiniz. Dostlar, indi sadə formada buradan göstərməyə çalışın. Bu bizim bir kvadrat olsun. Bunun daxilinə bir dənə çevrə çəkək. Bu şəkildə. Çevrənin radiusu buradan bura olan məsafədir. 4-dür. Deməli, burada 4 olacaq. Yəni 4 tərəf oldu 8. Bu şəkildə düşünə bilərik. Yox, daha doğrusu 4 deyildi. Çevrəmizin radiusu 8 idi. Mən yanlış yazdım. Düzəliş edək. Bura 8-dir. Burada 8-dir. Bura olacaq 16 o zaman. Yəni, başqa sözlə, diametr bu kvadratın tərəfinə bərabər olur. 16-nı da 4-ə vuranda həmin 64-ü ala bilərəm. Doğru cavab bax buradan qaynaqlanır. Sual 22. Bərabərsizlik bölməsidir. Bu tipli bərabərsizliklər səviyyə olaraq asan deyil. Hər müəllim bunu yazmağı bacarmır, amma öyrənmək lazımdır. İmtahanlarda qarşımıza çıxır. Əvvəlcə 120-ni 3-ə bölürsünüz. Düşəcək 40. Bura olacaq 2x üstə gələk 4. Burada da olacaq 250-ni 5-ə bölürsünüz, düşəcək 50. Sonra hər tərəfdən 4 çıxılır. Yəni bax bu 4 sağdan və soldan çıxılacaq. 40-dan 4 çıxanda 36 qalır. Burada qalacaq 2x. 50-dən 4 çıxanda qalacaq 46. Sonra hər tərəf 2-yə bölünür. Burada qalır 18. Burada oldu x. Burada da oldu 46-nı 2-yə böləndə düşəcək 23. X-in ala biləcəyi qiymət 18-dən çoxdur. Yəni ola bilər 19, 20, 21 və 22. Bizə nə qeyd edir? Bizə qeyd edir ki, x-in ala biləcəyi qiymətlərin, yəni ədədlərin cəmini tap. Bunları da cəmləsəm 20, 21, 41, 19-dan 22. O da 41, 41, 41, 82. E variantı doğru cavabdır.
Müəllimlər, bərabərsizliklər bölməsi və yaxud başqa bölmələr olsun. Çətinlikləriniz varsa YouTube-da araşdırıb öyrənə bilərsiniz. Pulsuz videolarımız var. Məsələn, bərabərsizliklər Nail Sadqov yazıb baxa bilərsiniz. Hər növ sualın izahını vermişik pulsuz formada. Sual 23. İfadə qurmaq. Bu da yeni növ suallardandır. Düzdür, əvvəlki illərdə də çox istifadə olunub, amma populyardır. Mütləq bilmək lazımdır və müəllimlərin çətinlik çəkdiyi məqamlardandır. Ümid edirəm ki, hər biriniz öhdəsindən gələ biləcəksiniz. Ambarda X kiloqram alma var idi. Ambardan Y kiloqram alma götürüldükdən sonra qalan alma əvvəlki almanın 1/3 hissəsinə bərabər oldu. Məsələyə uyğun riyazi ifadə hansı variantda düzgün verilib? X var idi, götürdülər Y kiloqram. Bundan sonra qalan alma əvvəlkinin 1/3-nə bərabər oldu. Yəni 1/1 X. Bu şəkildə yaza bilərik. Burada da X-i sürətə yaza bilərsiniz. Bu şəkildə qeyd edirik. Variantda baxıram ki, bu formada verməyib. Məxrəcdə olan ədədi bura vurmaq lazımdır. X çıxılsın Y, vurulsun 3 bərabərdir X. Baxıram hansı variantda var. X çıxılsın Y, vurulsun 3 bərabərdir X. B variantına uyğun gəlir. Niyə məxrəcdə olan ədədi bura vururuq dostlar? Bunun gəlin mahiyyətinə varaq. Əgər siz adi kəsr bölməsini bilirsinizsə, məsələn, bunun qiyməti nədir? Bunun qiyməti 6-nın 3-ə bölünməsi deməkdir, 2 olacaq. Sürəti tapmaq üçün məxrəc qiymətə vurulur. Yəni, məsələn, sizə belə bir tənlik versə, desə buradan x-i tap, nə edəcəksiniz? X-i 3-ə vurursunuz, 3x bərabərdir 6, x bərabər olur 2-yə. Aydın, yəni mahiyyət buradan qaynaqlanır. Bunu da başa düşməyimiz vacibdir. Sual 24. Diaqramla bağlı sualdır. Diaqram Jasminin bir gününü necə keçirməsini izah edir. O gün ərzində neçə saat dərs oxuyur? Diqqət yetirin, çevrə üzrə verib. Çevrə bildiyimiz kimi 360 dərəcədən ibarətdir. İlk növbədə verilən dərəcələri toplayaq. 75, üstəgəl 60, üstəgəl 135 edir 270. Cəmi 360 olmalıdır. 360-dan 270 çıxanda bura qalır 90 dərəcə. 90 dərəcə çevrənin hansı hissəsidir? 90-ı bölürəm 360-a. Bu da bərabərdir. Sıfırları silsəm 36, 9, o da ixtisar aparsam 4/1. Yəni 90 dərəcə 4/1 deməkdir. Bunu hissə olaraq desək, dərs oxuma 4/1 hissə deməkdir. Bu şəkildə tapırıq. Məsələn, 60 dərəcə hansı hissəsidir? 60 bölü 360. İxtisar aparsam 6/1 hissə deməkdir və s. Bu formada tapılır. İndi gün ərzində bir günümüz 24 saatdır. 24-ün 4/1 hissəsi qədər dərs oxuyur. 24-ü 4-ə böl, vur 1-ə. 24-ü 4-ə böləndə 6, 6-nı 1-ə vuranda 6 olacaq. Doğru cavab D variantına uyğun gəlir. Bu tipli diaqramlara çox önəm verin müəllimlər. Bu tipli diaqramlar imtahanda çox istifadə olunur. Ümumiyyətlə cədvəl diaqramından imtahanda suallar böyük ehtimal ki, hər birinizin qarşısına çıxacaq. Və nəhayət 25-ci sualımıza baxırıq. Bu da pul məsələsinə aiddir. Tənliklər sistemi deyirik buna. Deməli, 5 qələm və 3 dəftərin qiyməti 515 qəpik, 9 qələm və 3 dəftərin qiyməti isə 795 qəpikdir. Qələm dəftərdə neçə qəpik bahadır? Belə yazıram. 5 qələm, üstəgəl 3 dəftər bərabərdir 515 qəpik. Sonra 9 qələm, üstəgələk 3 dəftər bərabərdir 795 qəpik. Tənliklər sistemidir müəllimlər. Alt-alta çıxma qaydasını əminəm ki, hər biriniz bilirsiniz. 9 qələmdən 5 qələm çıxsam qalır 4 qələm. 3 dəftər bir-birini aparır, yəni heç nə qalmır. 795-dən də çıxıram 515-i qalır 280. Buradan da qələm nəyə bərabərdir? 70 edəcək. Düzdür, 280-i 4-ə bölürəm, düşür 70 qəpik. Deməli, qələmin qiyməti 70 qəpikdir. Bunu tapandan sonra aparıb məsələn burada və yaxud ikincidə yerinə yaza bilərsiniz. Bunları silirəm artıq, buna ehtiyacımız yoxdur. Qələm oldu 70 qəpik. Bu hissəni silib aparıb orada yerinə yazacağam. 5 qələm. 5 vurulsun qələm deməkdir. Bu 5-i qələmə vursam, yəni 70-i 5-ə vursam, 7 5-im 35 edər 350. Üstə gələk 3 dəftər bərabərdir 515-ə. Buradan 3 dəftər bərabərdir 515 çıxılsın 350-dir 165. Buradan da dəftər bərabərdir. 165-i 3 yerə böləcəm, düşəcək 55 qəpik. Deməli, sonra növbəti mərhələdə 70-dən də çıxacam 55-i, düşəcək 15 qəpik.
Çünki bizə nə deyir? Bizə deyir ki, qələm dəftərdən neçə qəpik bahadır? Dəftər 55 qəpik ötür. Qələm isə 70 qəpikdir. Bu tipli suallarda çox məşhurdur, imtahanlarda çox istifadə olunur. Bu suallara da diqqət yetirmək vacibdir. Belə müəllimlər, bacardığım qədər sadə dildə sualları izah etməyə çalışdım. Unutmayın, bunlar model suallardır. Bu sualların oxşarları imtahanda qarşınıza çıxa bilər. Ona görə bu suallara diqqətlə baxmaq lazımdır. Təkrar-təkrar izləməlisiniz. Hansı mövzularda boşluqlarınız varsa, həmin boşluqlara daha çox diqqət ayırıb o mövzularda möhkəmlənmək lazımdır ki, imtahanlarda istədiyimiz nəticələri əldə edək. Hər biriniz imtahanlarda uğurlar arzulayıram. Yenə qeyd edirəm, videonu zəhmət olmasa bəyənək, paylaşaq, dərslərimizə qoşulmaq üçün isə nömrəmizi bilirsiniz, o nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağollaşırıq, bir sonraki izahlarda görüşərik. Hələlik.